İzləyicilərim məndən soruşur ki, Eva xanım, deyirsiniz ki, özünüzü sevin. Bəs özünü sevmək necə olur? Və ya özümüzü sevmək üçün nə etməliyik? Dostlar, ilk öncə onu demək istəyirəm ki, özünü sevmək hər gün güzgünün qarşısında dayanıb, mən gözələm demək deyil. Özünü sevmək o deməkdir ki, səni incidən insanlara yox deyə biləsən. Özünü hər kəsə sübut etmək məcburiyyəti hiss etməyəsən. Sənin üçün uyğun olmayan münasibətlərdən uzaqlaşmağı bacarasan. Hər kəsi xoşbəxt etməyə çalışmayasan. Səhv etdiyində özünü təhqir etməyəsən. Yorulduğunda istirahət etməyə özünə icazə verəsən. Başqalarının səndən gözlədiyi həyatı deyil, öz istədiyin həyatı yaşamağa çalışasan. Öz dəyərini başqalarının rəyi ilə ölçməyəsən. Özünə verdiyin sözləri tutasan və ən əsası, özünə və öz inkişafına zaman ayırasan. Özünü sevmək hiss deyil, qərardır dostlar. Bir çox insan düşünür ki, özünü sevmək üçün əvvəlcə